Bakının harasından olur olsun fərqi yoxdur. Evin olması, sən 2 plus öndəsən. Bakı yaşayışına ayaq uydurmaq artıq milyonerlik statusudur. Dubai kimi fikirləşirlər. Mən deyim ki, bu ərazidə yox, bu ərazidə bu mənasız bir şeydir. Təbii ki, ərazilər pulla hesablanır. Pulun nəyə uyğundursa, ərazi üzrə qiymət cədvəli var da. Zabrat qəsəbəsində torpağın bir sotu məsələn 10.000 manatdırsa, təbii ki, Mərdəkan qəsəbəsində bu 30 mindir, 3 dəfə çoxdur. Çıxaq şəhəri bir quruq eləyək, şəhəri. Tikilən, yarımçıq tikilən, yəni tikilməkdə olan binalara baxaq, girək satış ofisinə. Gör bir dənə mənzil qalıb. Kredit və kreditsiz hamısı artıq satılıb. Görün, nə qədər tələbat var ki, bina 3-cü mərtəbədə də hamısı satılıb.